İran hakimiyyəti xalq etirazlarını zorla yatırdıqdan və minlərlə vətəndaşı qətlə yetirdikdən sonra ölkədə repressiyaların ikinci dalğasına start verib. Bu dəfə hədəfdə hakimiyyətin siyasəti ilə razılaşmayan, o cümlədən onun etirazçılarla davranışına kəskin tənqidi münasibət sərgiləyən islahatçı siyasi qüvvələr və ictimai fəallardır. Omanda Amerika Birləşmiş Ştatları təmsilçiləri ilə aparılan danışıqlar nəticəsində müharibə ehtimalının nisbətən azalmasını fürsət bilən rejim rəhbərliyi daxildə etirazçı kəsimi susturmaq üçün hərəkətə keçib. Belə ki, fevralın 8-də axşam saatlarında islahatçı cəreyana mənsub bir neçə tanınmış siyasətçinin həbsi barədə məlumat yayılıb. Bir çox siyasi partiyaları öz sıralarında birləşdirən İslahat Cəbhəsinin sədri Azər Mənsuri, həmin qurumun idarə heyətinin üzvü olan keçmiş deputat İbrahim Əsgərzadə və keçmiş diplomat Möhsün Əminzadə Sepahın Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılıb. Özü də İbrahim Əsgərzadənin həbsi onlayn konfransda çıxış etdiyi zaman, necə deyərlər, canlı efirdə həyata keçirilib. Az sonra Tehran prokurorluğunun həbs olunan şəxslərə qarşı irəli sürdüyü ittihamlar mediaya açıqlanıb. Bildirilib ki, bu şəxslərin mənsub olduğu siyasi cərəyan yanvar ayında baş vermiş etirazlar zamanı törədilən dırnaqarası terrorçu hərəkətləri təmizə çıxarmaq və ölkənin daxili təhlükəsizliyinə xələl gətirmək istiqamətində mediada, sosial şəbəkələrdə və dırnaqarası səhnə arxasında geniş fəaliyyət göstərib. Amerika Birləşmiş Ştatları və İsrailin təhdidləri ilə eyni vaxtda ictimai-siyasi atmosferi gərginləşdirib. Ölkənin əleyhinə reallığa zidd olan məlumatlar yaymaqla milli birliyə xələl gətirib. Bununla da İsrail və Amerika Birləşmiş Ştatlarının xeyrinə fəaliyyət göstərib. İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamseyn Mohseni Ejeyi də həmin gün etdiyi çıxışda bu məqamı vurğulayaraq deyib. Daxildə İslam Respublikası əleyhinə bəyanat verənlər İsrail və Amerika Birləşmiş Ştatları ilə eyni mövqedən çıxış edirlər. Lakin Sepaha bağlı Fars İnformasiya Agentliyi saxlanılan siyasətçilərə qarşı irəli sürülən ittihamlar arasında konstitusiyaya qarşı çıxmaq və gizli çevriliş mexanizmləri yaratmaq ittihamının da yer aldığını bildirib. Bununla da söz gedən şəxslərin çevriliş cəhdində suçlandığını vurğulayıb. Qeyd edək ki, son etirazlar kontekstində dırnaqarası çevriliş sözündən ilk dəfə İranın ali rəhbəri Ayətullah Əli Xameneyi istifadə edib. O, fevralın 1-də əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşündə Amerika Birləşmiş Ştatları və İsrailin fitnəsi adlandırdığı etirazların çevriliş cəhdinə bənzədiyini vurğulayıb və bunu etirazçı kütlənin mühüm dövlət idarələrini, hərbi təhlükəsizlik qurumlarını ələ keçirməyə çalışması ilə əlaqələndirib. Xameneyi vurğulayıb ki, xaricdə də bəziləri baş verən hadisələri çevriliş kimi dəyərləndirib. Əlbəttə, bu cəhdin qarşısı alındı, amma bu çevriliş idi deyə Xameneyi əlavə edib. Bu çıxış bir növ hazırki həbslərin anonsu rolunu oynayıb. Çünki əgər etirazlar dövründə, xüsusən yanvarın 8-i və 9-unda küçələrdə baş verənlər çevriliş idisə, məntiqlə bunun arxasında dayanan siyasi qüvvələr də olmalı idi. Bu isə hələ ötən ilin avqustunda 12 günlük müharibədən az sonra məşhur 11 bəndlik bəyanatı ilə ölkədə dərin struktur islahatlara çağıran, o cümlədən Sepahın siyasət, iqtisadiyyat və mədəniyyət sahələrindən uzaqlaşdırılaraq kazarmalara qaytarılmasını, uranın zənginləşdirilməsindən könüllü şəkildə imtina olunmasını təklif edən İslahat Cəbhəsi ola bilərdi. Təsadüfi deyil ki, bu istiqamətdə həbslər dünən, fevralın 9-da da davam edib. O cümlədən İslahat Cəbhəsinin sözcüsü Cavad İmam səhər saatlarında həbs olunub. Həmçinin İslahat Cəbhəsinin sədr müavini Möhsüm Armin və təşkilatın katibi Bədrüssadat Mofidinin prokurorluğa çağırıldığı barədə məlumat yayılıb. Həbs olunanlar arasında keçmiş deputat Əli Şəkuriradın olması xüsusilə diqqət çəkir. Belə ki, ötən bazar günü Şəkuriradın son etirazlarla bağlı bir toplantıda etdiyi çıxışın böyük rezonans doğuran səs yazısı yayılıb. Həmin çıxışda tanınmış siyasətçi etirazlar zamanı baş verən zorakılıqların təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunduğunu bəyan edib və rəsmi versiyaya əhalinin inanmadığını bildirib. Şəkurirad onda vurğulayıb ki, etirazların 400 şəhəri əhatə etməsi və aksiyalarda milyon yarımdan çox insanın iştirakı hakimiyyət üçün gözlənilməz olub. Bu yüzdən təhlükəsizlik orqanları öz qrupları vasitəsilə etirazları zorakılıq müstəvisinə çəkərək kütləvi qırğın törədiblər. Qeyd edək ki, vaxtilə bu cür təxribatçı qrupların mövcudluğu və onlardan kütləvi etirazlarda istifadə olunduğu barədə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad sensasiyalı açıqlama vermişdi. Son etirazlar zamanı həmin açıqlama yenidən gündəmə gəlib və sosial şəbəkələrdə geniş şəkildə paylaşılıb. O cümlədən Şəkuradın çıxışında da ondan bəhs olunub. Sözü gedən çıxışda ən önəmli məqamlardan biri ali rəhbərin öz səlahiyyətlərini xalq tərəfindən seçilmiş prezident Məsud Pezeşkiyana verməsi ilə bağlıdır. Şəkurad deyib, problemlərin həlli üçün mənim təklif etdiyim yeganə yol bundan ibarətdir ki, gedək cənab Xameneydən xahiş edək və ya ona təzyiq göstərək. Deyək ki, özünüzün dəstəklədiyiniz prezident hazırda cəmiyyətdə orta mövqeli bir qüvvədir. Siz səlahiyyətlərinizi ona verin. Rəhbər bu yaşda baxışlarını
adını dəyişə bilməz. Amma bunu edə bilər. Yəni deyə bilər ki, yaxşı, mən kənara çəkilib səlahiyyətlərimi başqa birisinə verirəm. O gəlib həm xarici, həm də daxili siyasətdəki problemləri həll etsin. Bu təklif Xameneyinin yaxın ətrafında heç şübhəsiz çevrilişə çağırış kimi dəyərləndirilib və bu üzdən Şəküradın həbsinə fərman verilib. Həmçinin Yaşıl Hərəkatın liderlərindən biri, İran parlamentinin keçmiş sədri Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi də həbs olunub. Daha əvvəl də bir neçə siyasi fəal və jurnalistin saxlandığı barədə məlumat yayılıb. Həbs olunanların əksəriyyəti keçmiş baş nazir Mir Hüseyn Musəviyə və eks-prezident Məhəmməd Xatəmiyə yaxın olan şəxslərdir. Xatırladaq ki, Mir Hüseyn Musəvi yanvarın 29-da xüsusi bəyanat yayaraq etirazçılara divan tutulmasını İran tarixinin qara səhifəsi adlandırıb və hakimiyyətə müraciətlə yazıb. Xalq hansı dillə deməlidir ki, bu quruluşu istəmir və sizin yalanlarınıza inanmır. Daha bəsdir. Oyun başa çatıb. Silahınızı yerə qoyun və hakimiyyətdən çəkilin. Qoy millət özü bu ölkəni azadlığa və abadlığa qovuşdursun. Amma son həbslərlə rejim və onun rəhbəri bu mesajı verir ki, hakimiyyətdən əl çəkmək və ya hansısa islahata getmək niyyəti yoxdur. Bu isə son nəticədə rejimin zorla devrilməsini labüd edəcək.